Görsən də necə kalitelidir. Mən çox yerdən almışam, yəni amma heç yaxşı çıxmıyor da. Bu renk çox düzdür. Mən öz saçımda eləndə bunlar gedir mənə. Çox yerdən almışam, heç yaxşı çıxmıyor. Yəni nə daraq vurmaq olur, nə yumaq olur. Hətta öz saçım yadınızdasa mənim qalın idi da. Məni necə allatdılarsa, öz saçım da zədələndi, qırıldı, töküldü. Nə daraq vurmaq olurdu, nə yumaq olurdu o saçları, heç cür. Ona görə dedim, onda allatdılar məni, tək getmişdim. Dedim, bu səfər koloristimlə gəleyim. Baxın, uşaq saçı da hazır renklənmiş, boyanmış. Uşaq saçları da var, baxın qızlar. Belə hamısı zaten yəni çox qəşəng kaliteli saçlardır. Amma yəni təbii uşaq saçları istəyirsinizsə, onlardan da burada var. Bu neçədir? Uzunluğu Hiss olunur özü. 1 santimetrdir. O da buradan qoyulur da, hə? Uzunluq hissəsini, əlsi hissəsini baxın. Qəşəng öz buruğulu burada yoxsa sən? Yoldan sonraki versiyasıdır. O bu renkli qəşəngdir, buradan açıq. Sən istədiyin rəngdə. Məsələn üçün, bu da uşaq saçıdır. Bunu yenə hazır asitkin eləməkdənsə hazır o cür var məsələn. Hə, bu da uşaq prosu Bu renklənmiş, eləmişsiniz. Belə uşaq saçları da var. Özdə görürsünüz necə eyni qalınlıqdadır. Hətta mən bir şeydə oxumuşdum ki, biraz qalın olur, sonra ucu belə şey olur. O, hə, atlıqda olan saçlardır. Bunlar dibücdə oldu. Hə, bunlar əməlli çox, bu uzundur, bu daha uzundur, yoxsa sadəcə ukladkadır. Qallı deyə belə görünür. Qəşəng uşaq saçlarımız da var dostlar. Sizcə mənim saçımın uzunluğu nə qədər olar? Ən maksimum uzunluq verən o 55-dir. Bu 55. Bəli. Bu ən axırıncı uzunluğu 55-dir. 55. Bu 75 hansıdır bu? O hamısı 75 standart, bəli. Xanımlar bunu məsələn 3 dəfə kolleksiya edən müştərimiz var bu saçı. 3 kolleksiya 8 ay xanım müddət deməkdir. Hətta. Bəli. 10 bir dənə reysini 150 qram, 2 reysini əlimizdə 300 qramdır orada hal-hazırda saç. Mən 300 istəyirəm. Ayda nə gözəldir. Bu mənim rəngim bu tonlardır da. Bu mənim tam istədiyimdir. İndi bunu qoyanda biz buradan qoyanda belə uzun olacaq, düzdürmü? Sizin hissəsi yığılacaq. Amma uzunluq hissəsi baxın bu əlsə buyuraq. Bəli, bəli. Uzunluğu ora verəcək sizə. Təsəvvür edin ki, çox qəşəng rəngdir. Yəni bunu mən buradan adi elə bax belə qoyuram. Gör necə gözəl, belə qəşəng gözəl. Elə bu buruqlarla olsa, yuyub çıxanda çox qəşəngdir, superdir vallahi. Da falan götürmüşdüm tünd tonlarda. Belə idi bax, yadındadsa. Mənim saçımdan fərq edirdi. Mənim öz saçımda tünd rəng göstərirdi də qara. Amma məni elə daha sevmirəm də, belə daha çox sevirəm bu rəngi. Əgər siz də qəşəng saç istəyirsinizsə, doğal saçlar istəyirsinizsə, uşaq saçları istəyirsinizsə, doğal saç bakıya gəlin. Instagramda da sual cavab elədim bu arada. Yazmışdım ki, harda qəşəng saç yerləri var, yəni belə qəşəng saçlar olsun, orijinal saçlar olsun. Yəni mənə %70, %80%